اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. لا حول ولا قوة إلا بالله العلي العظيم. وصلى الله على سيدنا وسيد المرسلين وعلى أهل بيته الأطيبين سيما بقية الله في الأراضين. روحي وأرواح العالمين لتراب مقدمه فداه، واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين. أما بعد، عباد الله، أوصيكم ونفسي بتقوى الله وإدامة التفكر ونظم أمركم. بسم الله الرحمن الرحيم. إذا جاء نصر الله والفتح ورأيت الناس يدخلون في دين الله أفواجا فسبح بحمد ربك واستغفره إنه كان توابا. Sadaqallahul aliyyul azim. Allah bəndələri, əvvəl özümü, sonra siz əzizləri ilahi təqvaya, ilahi nizam-intizama, Allah bəyənən şəkildə düşünüb, Allah bəyənən şəkildə əməl etməyə dəvət və vəsiyyət edirəm. Allah bizi təqvalı bəndələrdən qərar versin inşallah. Allah İmam-ı Zaman aleyhissalamın zuhur cüməsini dərk eləməyi bizlərə nəsib eləsin. Allah ağamızın zuhurunu tezləşdirsin, bizi o zuhura hazırlanlardan qərar versin. Zuhuru yubadan günahlarımızı əfv eləsin və onun pak, ali dərgahında günah etməməyə bizlərə fərasət versin inşallah. Qur'an-ı Kərimin 9-cu surəsi Tövbə surəsidir. Elhamdülillah Rabbil Alemin. Allah hər bizə nəsib eləsin. Elə bu surəni özüm Məkkədə bir mənzərəni gördüm və təyyarədən düşüb birbaşa məscidə gəldim. Məkkədə bu moizəni hazırladım ki, ümidvarəm təsiri olar eşidənlərə, oranın bərəkəti inşallah qəlblərdə təsir qoyar. Bir səbəb də oldu. İnşallah deyərəm səbəbində niyə bu mövzuya toxundum. Qur'an-ı Kərimin 9-cu surəsi Tövbə surəsidir. Tövbə surəsi Peyğəmbərə nazil olan sonuncu surədir. Baxmayaraq Qur'anda 9-cu surədir, amma nazil sırası ilə, gəlmə sırası ilə sonuncu surədir. Və nazil olmaq vaxtını deyirəm sizə, bilirsiniz, Məkkə hicrətin 8-ci ilində fəth olunub. Peyğəmbərimiz Məkkəlidir, hicrət elədi, 13 il Peyğəmbərliyi Məkkədə elədi. Gəldi Mədinəyə, Mədinədə möhkəmlənəndən sonra hicrətin 8-ci ilində Peyğəmbər qayıtdı, Məkkəni fəth elədi. Məkkəni fəth elədi, Məkkə müşrikləri ilə müqavilələr bağladı. Sazişlər bağladı, hətta Yahudilərlə sazişlər bağladı ki, İslama zərər vermədikcə siz toxunulmazsınız. Amma 9-cu ildə, diqqət edin bu tarixə, hicrətin 9-cu ilində Allah Teala Tövbə surəsini göndərdi. Peyğəmbərimiz hicrətin 10-cu ilində sonuncu həcci eləyib və həcci eləyəndən də sonra dünyasını dəyişib hicrətin 10-cu ilində. 8-ci ildə yenə deyirəm, Məkkə fəth olunub. 9-cu ildə bu Peyğəmbərin ömrünün sonuncu ili ilə Məkkənin fəthinin arasındakı ildə Tövbə surəsini Allah Teala nazillədi. Qoy Tövbə surəsinin fəziləti haqqında bir hədis oxuyum, bilək bu surənin fəziləti nədir? İmam Sadiq aleyhissalam buyurur, Mən qərəə surətəl ənfal və surətəl bəraə fi kulli şəhrin ləm yədxuluhu nifaqən əbəda və kanə min şiəti əmirəl müminin aleyhissalam haqqa. Kim ayda bir dəfə Ənfal surəsi ilə Tövbə surəsi ardıcıl gəlib, Ənfal surəsinin yerləşməsi də ardıcıldır. Ənfalla Tövbəni ayda bir dəfə oxusa, onun qəlbinə münafiqlik, nifaq daxil olmaz və o Əli əleyhissalamın xas şiyələrindən olar. İmam Sadiq Rəslan buyurur. Niyə? Bax bu
niyə buradan başlayıram, niyə Əli əleyhissalamın xüsusi şiyələrinin onlara ayda bir dəfə oxusa, deyəcəm, onu da deyəcəm, niyə? Bəs Allah Teala dediyim vaxtda Tövbə surəsini nazil elədi və Tövbə surəsi Bismillahsız surədir. Quran-ı Kərimdə 114 surənin 113-ü Bismillah'nəndir, bir dənə Bismillahsız surə budur. 14 ad deyiblər bu surəyə. Tövbə, bəraət və s. Niyə Bismillahsız gəlib bu surə? Allah bütün surələri Rəhman Rəhim adı ilə başlayıb. Artıq Peyğəmbərimiz 22 ildir təbliğ aparır. Da rəhmətlə 22 ildir danışır. Artıq 22 ilə başa düşməyəni nə etmək lazımdır? Qəzəblə başa salmaq lazımdır. 22 ildir danışır bu kişi. Allah göndərir rəhman sifəti ilə surələr, ayələr. 22 ildir rəhmətlə danışır Allah. Burada qətiyyət göstərir Allah. Da sona çatıb Allah təbarək və Teala burada qəzəblə çıxış eləyir. Qoy bir dənə müasir dinlən deyək. Allah burada müşriklərə soyuq müharibə aparır. İnformasiya müharibəsi aparır. Əvvəlcə müharibədən əvvəl soyuq müharibə olur, sonra isti müharibəyə çevrilir. Allah müharibə elənləyir müşriklərə qarşı. Bəraət surəsində, Tövbə surəsində, Məkkə müşriklərinə qarşı. Niyə? Amma niyə, əzizlərim? Niyə görə bəs Allah bu surəni belə göndərir? Birinci səbəb dedim, 22 ildir Peyğəmbər danışır, artıq yeri qalmayıb. Yadınızda olsa mən bir dəfə demişəm, yeri gəl deyirəm. İnsanın daxili Peyğəmbəri olan vicdanı sussa, xaricdə moizə eləyən Peyğəmbər də olsa ona fayda verməyəcək. Adamın vicdanı sussanda Peyğəmbər 22 ildir danışır, bunlar hələ Peyğəmbərə lağ eləyir. Və İslam dini o ənələlərin əleyhinə ki, onlar İslamla zidd olub. Həccə Peyğəmbərin vaxtına qədər ta əvvəldən müşriklər də təvaf eləyirdi Kəbənin başına. Kəbənin başına. Kəbənin başına 7 təvafı Peyğəmbərin babası Əbdülmüttəlib birinci sünnəsini qoyub. Deyib, gəlin, yetərsiz, belə deyək də, saysız olmayaq. Bir dənə say olsun, 7 dəfə fırlanaq. Allah Teala onu da təsdiq edib. Əbdülmüttəlibin o təklifin Peyğəmbər zamanında təsdiq edib ki, bu İslamla ziddiyyəti yoxdur, həmin sünnə qalsın. Amma niyə Allah birdən-birə bu cür çıxış eləyir müşriklərə qarşı? Gəlirdilər, müsəlmanlar gəlir, Peyğəmbərimiz neçədən ümrə eləyib, bir dəfə həcc eləyib, gəlirdilər müsəlmanlar da Kəbənin başına dolanırdı. Müşriklər də dolanırdılar. Amma müşriklər, üzr istəyirəm ifadəmə görə, çılpaq dolanırdılar Kəbənin başına. Allaha bu iş xoş getmədi. Bəraət surəsini göndərdi. İlk 10 ayəsini göndərdi. Mən burada bir dənə də mötərəzə cümləsi çıxıram. Oradan da bir çəkiliş eləyib paylaşmışdım, əgər izləsəz. Əhl-i Beyt əleyhissalamın tərəfdarları ehramın bu gündə 14 əsrdir bu cür səliqə səhmanla bükürlər özlərinə, təvaf eləyirlər. Allah hamıza nəsib eləsin. Amma Əhl-i Beyt tərəfdarları yox, Əhl-i Beytə müxalif olanlar 3-cü təvafdan sonra eztiba deyirlər onların fiqhində. Deyirlər, gərək 3-cü təvafdan sonra bu çiyini açasan, ehramı gətirib qoluğun altından fırlayasan keçə. Çiyin bu hissə qalsın çöldə. İndi bundan sui-istifadə eləyirlər, bunların qanununda var. Bir də görürsən, üst ehram çıxıb, heç nə yoxdur bədəndə. Bu dedim, hansı vaxtdan qalıb bu Kəbənin yanında çılpaqlıq? Müşriklərdən qalıb, yəni müşrik sünnəsidir. Peyğəmbər sünnəsində belə bir şey olmayıb. O gün soruşdum Kəbənin yanında, dedim, şeyx, niyə bu cür eləyirsiniz açıq? Axı, Kəbə yeganə yerdir ki, Allah ibadətə kişi qadının bir yerdə olunmağına icazə verir. Axı, hamı ailəsi ilə gəlir. Heç kişi razı olmaz ki, xanımının yanında özgə kişi belə açıq-saçıq olsun. Niyə belə eləyirsiniz? Dedi, bu bir müstəhəbbatdır bizdə, irtiba. O vaxt müşriklərlə burada, yəni müsəlmanlar da təvaf eləyəndə müşriklər çılpaq olub.
Peyğəmbərimiz də Ömərə göstəriş verib. Ömər cüssəli adam olub. Deyib ki, sən də bu çiyini aç, qoy sənin də muskulları görsünlər, səndən qorxsunlar. Axı onun bu günə nə dəxli var? Axı bu günlər İslam dini abır-həya dinidir. Kəbənin yanında müşrik çılpaq gəzir. Sən niyə bu günləri o sünnəni yerinə yetirirsən? Bu, ədəbli şəkildə ehramı bük özüyə təvafu elə. İndi bunların bu hərəkətini Allah Bəraət surəsini göndərdi. Mən dedim hədisi əvvəldə İmam Sadiq ağa buyurur, kim Tövbə surəsini ayda bir dəfə oxusa, Allah onun qəlbinə qoymaz münafiqlik daxil olmağa və Əli əleyhissalamın həqiqi şiyələrini olar. Niyə Əli əleyhissalamın? Burada bir cümlə, nə dəxli var? Hə, sinəmizə bir iftixar medalı asıram indi. Daha doğrusu var, mən elan eləyirəm. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Tövbə surəsinin 10 dənə ayəsi, baxarsınız, xahiş edirəm evə gedəndən sonra, mən oxusam vaxt çox gedər, Tövbə surəsinin ilk 10 ayəsini heç olmasa oxuyarsınız. Peyğəmbərimiz sallallahu aleyhi ve sellemə Tövbə surəsinin ilk 10 ayəsi gəldi. Peyğəmbərimiz verdi Tövbə surəsinin ayələrini Əbu Bəkirə. Bu oxuduğum hədis bütün sünni və şiə mənbələrində belədir. Yəni bunun fərqi yoxdur. Əsqəlani yazır, sünni alimi belədir. Mən bir mənbəsini yazmışam, Əsqəlandan mənbələr çoxdur demirəm. Peyğəmbərimiz verdi Əbu Bəkirə Tövbə surəsinin ilk 10 ayəsini. Apar Məkkə müşriklərinə oxu. Minada Qurban bayramı günü oxu, cəmaat orada yığılacaq. Əbu Bəkir 40 nəfər özü ilə adam götürdü. Gedir müşriklərə ayə aparır, Allah dava elan edib. Tək gedə bilməz. 40 nəfər getdilər. Məkkəyə 110 kilometr qalmış Cöhfə adında bir miqat var. Allah hamıza nəsib eləsin. Ciddədən gedəndə, Mədinədən getməyəndə hacılar orada ehram bağlayır. Yenə deyirəm, Allah hamıza nəsib eləsin. Mən 3 dəfə demişəm, amin deyən olur. Deyəsən istəmirsiniz, ya bilmirəm, fikirlisiniz, mənim kimi yoldan gəlibsiniz. Allah köməyiniz olsun. Hə, Allah sizə əziz eləsin. Buyurur, Cöhfiyə çatanda Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu, Əli, Cəbrail nazil olub. Cəbrail deyir, ya Rasulallah, yubəlliğ illa ənt əv rəculun mink. Ya Rasulallah, o ayələri Məkkə müşriklərinə özün oxumalısan və ya özündən, canından olan bir kişi oxumalıdır. Get çat Əbu Bəkirə, ayələri al, özün get minada oxu. Əbu Bəkir 40 nəfər kişi ilə getmişdi. Əli əleyhissalam tərpəndi, Cöhfədə yaxaladı, çatdı Əbu Bəkirə və 40 nəfərə. Peyğəmbərin fərmanını buyurdu, dedi, Cəbrail nazil olub Peyğəmbərə, Peyğəmbərimiz buyurdu, ya Əbu Bəkir, mən getməliyəm. Aldı Tövbə surəsinin 10 ayəsini, gəldi Məkkə müşriklərinin Yevmul Eydül Əkbər Quran buyurur, Qurban bayramı günü, böyük bayram günü, cəmaatın orada bayram edəndə yığdı Məkkə müşriklərin bir yerə, oxudu. Məkkə müşriklərinə Tövbə surəsinin ilk 10 ayəsini oxudu Allahın əmri ilə. Bir neçə dənə incə mətləf var burada deməli. Mən bir bəhs açmışam, deyəsən vaxt məni qoymayacaq sona çatmağa. Allah ömür versə, yadınızda qalsa, harda qalsaq oradan davam edərik, maraqlı bir bəhs. Bir neçə dənə incə mətləf var. Allah və Peyğəmbəri burada sətir altı nələrə işarə eləyir? Sə'sə ibn Suhan, Allah rəhmət eləsin, Əli əleyhissalamın yaxın səhabəsidir. Əmirül-Mömin əsəlamdan soruşur, Peyğəmbərlər barəsində, qayıdıb soruşanda, ya Əmirəl-Möminin, ya Əli, Allah yanında sən fəzilətlisən, ya Həzrət Musa Peyğəmbər. Əli əleyhissalam buyurur, mən fəzilətliyəm. Bunu deyib, iddia eləyib, gərək dəlilin gətirəsən. Ya Əmirəl-Möminin, nə səbəbə? Ya Sə'sə, Allah Teala Musa Peyğəmbərə əmr elədi, ged Firona tərəf, ged Firona dəvət elə Allahın yoluna. Danış ondan, yumuşaq danış. Musa Peyğəmbər Fironun adamlarından bir Qibtini öldürmüşdü. Tək getməyə o cür cürətli Peyğəmbər qorxdu. Dedi, ilahi, mənə qardaşımı da köməkçi qərar verir, vəzir ver. Kimi, qardaşı kimdir Musa Peyğəmbər?
Sağ ol. Harun Peyğəmbər mənə onu köməkçi qərar verir. Musa Peyğəmbər tək gedənmədi. Amma mən o şəxslərin içinə getdim ki, Bədirdə onların dədələrin, qardaşlarını öldürmüşdüm. Onların içinə tək getdim Tövbə surəsinin ayələrini oxumağa. Bir bu mətləb, yadınızda saxlayın. Əmir-ül-Mömin Əsəlamın məqamı nədir? İkinci bir mətləb. Ayələrdə də Peyğəmbər vermişdi Əbu Bəkirə, gedib oxuyacaqdı da. Niyə Allah Rəsulu qaytarır və bu gün bütün sənədlərdə bu var? Allah görün imamın necə tanıtdırır. La yubəlliğillə ənt əvrəculun mink. Sən çatdır və ya sənin canından olan sənin kimi bir kişi. Allah elan eləyir birinci Peyğəmbərin yerində burada kimdir? Bir, kimdir? Sonra Peyğəmbərin canı kim olduğunu Allah Teala. Və üçüncü bir məsələ. Allah Təbarək və Teala buyurur, Əti'ullaha və əti'ur Rasul və ulil əmri minkum. Allaha, Peyğəmbərə və sizdən olan əmr sahiblərinə itaət eləyin. Allah Rəsulu göndərib Əbu Bəkri. Amma Əti'ullah daxı birinci Allaha itaət eləyin əmrdir, Peyğəmbərdən qabaq. Allahın əmri gələndə Peyğəmbərin də sözü hökmdən düşür deyə Allah bunu çatdırır. Yəni, ya Rəsulallah, ay insanlar, ay mənim məxluqlarım, Peyğəmbər demədi, ya Əli məndən sonra vəlidir. Mən demişəm Peyğəmbər deyib, mənim sözüm üstündür. Bir bu incəlik, aleykumussalam. Bir bu incəlik. Və Əmir-ül-Mömin Əsəlam Tövbə surəsinin ayələrini oxudu, Məkkə müşriklərinə və bugün də bayaq dediyim kimi, qoy bir dənə də hədis oxuyum, Allah tövfiq versin inşallah. Muaviyə bilirsiniz, Allah lənət eləsin Muaviyəyə, bugün ardıcıllarına, Muaviyənin yolun müdafiə eləyənlərə, Muaviyənin oxşarlarına, Muaviyənin atasına, özünə, oğluna, hamısına lənət eləsin. Niyə ürəksiz deyirsiniz axı? Allah köməyiniz olsun. Ya mən təyyarədən düşmüşəm, qulaqlarım eşitmir, bilmirəm, Allah köməyiniz olsun. Buyurur, Muaviyə Əli əleyhissalama 70 il lənət oxutdurub Şamda. Gəldi Mədinədə bunu qoysun, bu qanunu, Mədinədə bu fərman cari olsun. Mədinənin ağsaqqallarından Səd ibn Vəqqası çağırdı. Dedi, Səd ibn Vəqqas, sən bilmirsən mən Şamda bunu qoymuşam da, mən xəlifiyəm. Niyə Mədinədə eləmirsiniz? Al bu qızılları, cəmaat içində təbliğata başla ki, bunu Mədinədə. Dedi, Muaviyə, mən bir söz demirəm. Amma mən necə Əliyə lənət oxuyum ki, mən bunu görmüşəm. Birinci Peyğəmbər Mədinəni tərk edib Təbuk müharibəsinə, Rumlularla Mədinədən 700 kilometr aralı gedəndə, Rumlularla müharibə gedəndə, dedi, ya Əli, Mədinəni yəsiz qoymaq olmaz. Ya Əli, sənin mənə olan nisbətin Harunun Musa'ya olan nisbətidir. Yəni, Harun necə Musa'nın qardaşıdır, sən də mənim qardaşımsan. Harun necə Musa'nın vəsisidir, sən də mənim vəsimsən. Bir fərqimiz var, Harun Musa'dan sonra Peyğəmbərdir, məndən sonra Peyğəmbər olmayacaq, sən mənim vəsim və canişinimsən. Peyğəmbər buyurur, ya Əli, sən mənim canişinimsən, Harun Musa'nın qardaşı olmuşum, sən də mənim qardaşımsan. Mən Peyğəmbərin qardaşına necə lənət oxuyum? Bir. İkinci, Xeybər müharibəsində özüm olmuşam. Qurban olum, diqqət eləyin. Onlar çöldə də var. Diqqət eləyin. Xeybər müharibəsində özüm olmuşam. Xeybər müharibəsində nə qədər adam getdi, Xeybər qalasını fəth eləyənmədi. Peyğəmbərimiz buyurdu, Lə'atiyənnə rayətə qədən yuhibbullaha və rasuluh, yuhibbuhu və rasuləh. Rasuluh. Sabah bayrağı elə bir kişiyə verəcəm. Allah və Peyğəmbəri onu sevir.
O da Allah və Peyğəmbərin sevir. Hamı gözlədi sabahı. Peyğəmbərimiz gətirdi, fəth bayrağını Əli ilə İslam'a verdi. Bu mənim gözümün qabağında olub. Allahı, Peyğəmbəri sevən, Allah və Peyğəmbər sevdiyi kişiyə mən necə lənət oxuyum? O vaxt Muaviyyənin fürsəti vardı, dillə deyirdi. Bugün Muaviyyə ardıcıları əməllə düşüblər Əli əleyhissalamın və Əli əleyhissalamın şiyələrinin dalıca düşüblər üstünə əməldə nifrət edirlər, əməldə lənət oxuyurlar. Nə istəyirlər bax bu həqiqətdən? Üçüncüsü əzlərim. Deyir Muaviyyə Mübahilə ayəsi Ali-İmran surəsi 61-ci ayə buyurur ənfüsənə və ənfusakum. Peyğəmbərə Allah buyurur de olaraq canınızı gətirin, canımızı gətirin. Can deyəndə Peyğəmbər əlini götürdü, apardı. Mən necə Peyğəmbərin canına lənət oxuyum? Allah sənə lənət edəsin, Muaviyyə. Buyurur, bəs bunu necə edeyim? İndi niyə görə bunu dedim bu fəziləti Əmir Mohammed Salam barəsində? Əllamə Əmini Əl-Qədir kitabında Allah rəhmət eləsin 6-cı cildində bu ayə barəsində, Tövbə surəsinin ayələrini çatdırmaq barəsində 73 dənə sünni mənbəsindən gətirir ki, sünni mənbələrində bu məsələ var. Əbu Bəkirin qayıtması, Əli əleyhissalamın təqdim olması. Əbu Bəkiri qaytarır, Əli əleyhissalamı ötürür qabağa. Bu özü bir təqdimatdır Allah və Peyğəmbəri tərəfindən. Əzizullah Dehləvi Hindistanın Dehlisindəndir, sünni alimidir. Kitab-ı İsna Əşəriyyə kitabında yazır. Deyir, əgər, bunu da Əllamə Əmini Əl-Qədirdə 6-cı cilddə gətirir. Deyir, əgər Peyğəmbərin dilindən çıxan 10 dənə hədis bugünə qədər bizim mənbələrdə gəlib çatmasaydı Əli əleyhissalam barəsində, Əli şiələrinin yer üzərindən kökün kəsmək olardı. O 10 dənə hədisdən də biri, bax o bayaq dediyim Xeybərdə oxunan Peyğəmbərin buyurduğu hədisdir, mənzilət hədisidir, dar hədisidir, onların hamısını saymaq vaxtım yoxdur. Biri də Tövbə surəsinin ayələrini çatdıranda Allah buyurur, la yubəlliğ əntə və rəculun minkə, özün çatdır, ya səndən olan bir canından olan bir kişi çatdırsın. Yaxşı, nə gətirdi Əli əleyhissalam? Ayələri gətirdi, nə şərt qoydu? Buyurdu, Allah buyurur, Məkkədə gərək Kəbənin başına çılpaq dolanmayasınız, təvafa gəlməyəsiniz. Yox, bununla da olmaz, siz gərək Məkkəni tərk eləyəsiniz, 4 ay sizə vaxt verilir, Məkkəni tərk eləyəsiniz. Məkkə əminamanlıq şəhərdir, Məkkə müşrik yeri deyil. Müşrik gərək Kəbədə olmasın, təmizlənsin ora Allah qəti çıxış eləyir. Və əzlərim, görün vaxt qalsa bir 5 dəqiqədə bəhs eləyək, qurtarım. O vaxt müşriklərə deyirlər zındıqlar, indi də bu söz var, zındıq. Cəmi zənadiqə idi, zənadiqə, zındıq, dinsiz. Biraz keçdi, bizdən qabaq 70 illik Sovet dövrü gəldi, dedilər kommunizm. Kommunizm həmin zındıqizmdir, zındıqlardır. Yəni dinsizlik, Allahsızlar. Mən zındıqizm dedim, yəni kommunizmin izmin qoşdum buna. Sonra indi müasir dildə də terminlər dəyişir. İndi onlara deyirlər ateistlər. Ateizm, kommunizm, ondan əvvəl zındıqizm. Yaxşı, niyə adam ateist olur? Niyə adam zındıq olur? Niyə adam kommunist olur? Çox təəssüf ki, hələ indi bilmirəm o yaşlılardan qalıb yox. Sovet partbiletin hələ ürəyinin başında daşıyanlar görmüşəm özümü. Hələ gözləyir ki, Sovet hökuməti qayıdacaq, lənətə gedən. Birinci, özdə deyirlər ki, elə o vaxt yaxşı idi. Bugünkü fitn, necə bugün IŞİD, Allah salamat etsin, bizim ruhanilərdən biri dedi, IŞİD, ərəblər deyir Daesh, IŞİD deyirlər İraq, Şam, İslam ordusu, hə? Amma bu IŞİD deyir iblis, şeytan, ifrit dəstəsidir. Necə Muaviyyənin dalıca gedirlər,
işləri dinsizlərdə yoxdur, işləri Əli əleyhissalamın dalıcadır və kim Əlini sevir onların dalıcadır. O vaxt necə onlar çıxa bilmir? Hələ də Sovetin qoyduğu iyrəncliklərdən biz çıxa bilmirik. Hələ də bugünkü günahların o baş verməsi o vaxt təməli qoyulan şeylərdir. Çoxu deyir, Sovetdə bundan yaxşı idi. Bugünkü pisliklərin o kökün Sovet hökuməti qoydu. Buyurur, niyə görə insan ateist olur? Birinci elmə söykənmir ateizm, kommunizm. Zındıqlar elmə söykənmirlər. Zənnə və gümana söykənirlər. Necə zənnə, gümana söykənirlər? Qurandan dəlil gətirəm. Ən'am surəsi 116-cı ayə. Allah təala buyurur: "İn yettəbi'un illa'zən və inhum illa yaxrusun." Deyir, onlar zənnə tabi olarlar, onlar təxmini hərəkət edirlər. Bunlarda yəqinlik və dəqiqlik yoxdur. Onlar ancaq zənnlə danışarlar, təxminlə danışarlar. Bir nəfər, qoy bu hadisəni danışım, yorsam da özür istəyirəm. Bir nəfər Hind həkim Mədinədə İmam Sadiq əleyhissalamdan söhbəti var, maraqlı bir söhbətdir. Əlində həlilə adlı, bilmirəm heç həlilənin nə olduğunu da lüğətdə vaxtım olmadı tapmağa. Həlilə adında bir bitki tutub əlində dərman düzəldir. İmam Sadiq əleyhissalam buyurdu: "Sənin belə ilmin var, bitkidən dərman düzəldə bilirsən, niyə Allah'a qəbul eləmirsən, ay zındıq?" Dedim, mən 5 dənə elmim var, 5 dənə hisslə, hiss üzvlərimlə hiss etmədiyim necə qəbul edeyim? Məntiqdə bu izah olur. 5 dənə hiss: görmə, eşitmə, iyləmə, dadma, toxunma. Bunu bir dəfə dedim, sonra deməyəcəm. 5 dənə hiss deyəndə bulardır. Görmə, eşitmə, iyləmə, dadma, toxunma. Buna deyirlər həvas-ı xəmsə məntiq elmində. 5 dənə hiss. Mən bunların heç biri ilə Allahı dərk eləyə bilmirəm. Nə görürəm, nə eşidirəm, nə iyim bilirəm, nə dadım bilirəm, nə toxuna bilirəm. Bu əqaid bəhsidə sizlə eləyirəm, ümidvaram təhvil ala biləcəyim. Mən də təhvil verməyə Allah kömək olsun. Mən bu Allahı necə dərk edeyim? Həzrət İmam Sadiq əleyhissalam buyurdu, biz ikimiz də yalan danışırıq. Dedi, yox, ikimiz də yalan danışa bilmərik. İkimizdən birimiz yalan danışır. Həzrət buyurdu, indi gəl ikimizin də sözün ağıl tərəzisinə qoyaq, görək hansı ehtiyata yaxındır. Ehtiyat, igiddən nəyə artıqdır? Ehtiyatı. Hansı ehtiyata yaxındır? Dedi, necə yəni? Dedi, sən deyirsən Allah yoxdur və əməl də eləmirsən. Birdən qiyamət günü sən gördün ki, yəqin oldu, Allah var və səndən tələblər eləyəcək, neyniyəcəksən? Amma mən deyirəm, Allah var və əməllər eləyirəm, qiyamət günü məazallah gördüm, yoxdur. Bir şey itirməmişəm ki, mən yaxşı işlər görmüşəm, düzdür, namaz qılmışam, oruç tutmuşam, yaxşı iş. Mənim itirdiyim bir şey olmayacaq, amma sən nə eləyəcəksən səndən soruşulanda? Dedi, imama deyir bu hindli həkim, deyir, sən şəklə danışırsan, mən amma yəqinlə danışıram. Mən konkret deyirəm, Allah yoxdur. Amma sən deyirsən, birdən oldu, şəklə danışırsan. Şübhəyə bax, imama deyir. Mən deyirəm, hiss etmirəm, yoxdur konkret. Ağa buyurdu, sən deyirsən, 5 dənə hisslə olmasa, görmə, eşitmə, iyləmə, dadıma, toxunma. Bunlarla deyirsən ki, mən görməmişəm, eşitməmişəm, dadımamışam, iyləməmişəm, demək yoxdur deyə. Ağa buyurdu, sən de görün, bütün dünyanı gəzdin bu eşitsi ilə, tapanmadın sonra yəqinə çatdın ki, Allah yoxdur. Dedi, yox, mən bu şəhərdən çıxmamışam. Dedi, bu şəhərdə ola, necə deyə bilərsən ki, kainatda Allah yoxdur? Sən buradan çıxmayıbsan. Necə deyə bilərsən yoxdur? Ay kişi, neçənci sinifdə mənə fizika müəllimi deyib, Mars var, Venera var, Jupiter var, Pluton. Mən onlara elə bir dənə fizika müəllimi ilk deyəndə gedib danışmışam, 5'imi də almışam. Hələ də indidən imanım var ki, onlar var. Heç, nə dədəm getməyib, nə babam getməyib, nə özüm getməmişəm. Buyurur, bəs onda niyə deyə bilməzsən yoxdur? Gərək bütün kainatı gəzib arxain olasan ki, mən gəzdim, tapa bilmədim. Həkim dedi, yaxşı.
Bunu düz dedin. Onda dəlilləri gətir. İmam buyurdu, indi qəbul elədin ki, sən düz düşünürsən, dedi hə. Dedi dəlilləri gətir, qoy qəbul edeyim. Ağa buyurdu, əlində həlilə adına bir dənə bitki tutubsan, dərman düzəlsən, dedi bəli. Dedi, bu həliləni özün əkibsən, dedi bəli, bəli, mən əkmişəm. Dedi, o balaca vaxtı onun çubuğun yeri əkirdini, onun üstündə meyvə vardı, dedi, yox. Dedi, o bilirdin ki, meyvə verəcək, dedi, bilirdim. Dedi, o nədən bilirdin? 5 dənə o hissin hansı ilə bilirdin meyvə olacaq? Görürdün, eşidirdin, toxunurdun, iyləyirdin, dadırdın, quru ağac əksən, nə 5 dənə hissin hansı ilə bildin onda meyvə olacaq? Dedi, heç biri ilə. Dedi, və nədən bilirdin? Dedi, ağlımla. Ağa buyurdu, bax görürsən, burada öz elmində ilişib qalırsan. Həzrət buyurdu, bəs hans, bəli, balaca toxumun içində o toxumu götürürsən, meyvəni götürürsən, onun içində toxum var, dedi, var. Dedi, o toxumun içində ağac var, yəni əksən yerdən ağac çıxacaq, deyir, bəli, çıxacaq. Dedi, mən nədən bilirsən, 5 dənə hissin hansı ilə bilirsən ki, o dənənin içində gələcəkdə həlilə ağacı var. Sonra ağa buyurdu, qulaq as. Əlində olan meyvə özün düzəldib, ya necə? Onu bir düzəldən var, başqa meyvə onu düzəldib. Bəs o başqa meyvə onu düzəldibsə, o meyvəni kim düzəldib? Sonra de görüm, yuxuda heç bir ləzzətli bir yemək yeyibsən, ləzzət alıbsan yuxuda? Dedi, almışam. Dedi, de görüm, yuxuda aldığın ləzzəti o 5 dənə hiss üzvlərinin hansı ilə alıbsan? Dedi, heç biri ilə. Dedi, bəs sənin iddiaların ancaq zənnəndir, gümanlandır. Niyə bu mübahisəni dedim? Ateistlərin, kommunistlərin, zındıqların bütün iddiaları zənnəndir. Quran Ən'am 16-da buyurdu. İkinci, tez-tez oxuyum. Nəfs rahatlıq istəyir, Allahı inkar eləməklə nəfs rahatlıq tələb edir. Əşi, de, yoxdur, qutardı, getdi, arxayın ol. De, son var, səndən namaz istəyəcəklər, oruc istəyəcəklər. De, yoxdur, qutarsın, geçsin də. Nəfs rahatlıq istəyir. Üçüncü, əvvəlkilərə təqlid, dədəbamamız, Kitay, Çin bu günləri bütün dünya ölkələrin qoyub elmdə geridə. Koreyanı, Almaniya boyda dövləti, maşında indi dolub şəhər Çin maşınları ilə, nələr düzəltmirlər. Elmi bu yerə gelib çıxıb, hələ də qabağına bütü qoyur, sitayiş edir. Nədən? Ay balam, dayan da sən bu... Deyir, yox, dədəbamamız belədir. Hindistan inəyə niyə? Hindistan inəkləri dünyaya paylanır. Niyə inək? Deyir, dədəbamamız çıxanmır, qəlbdən çıxanmır. Zuhruf surəsi 22-ci ayda Allah bunu buyurur. Deyir, dədəbabamız veririk. Sonra dördüncü, həyatda zərərlər insanı, əqidəsi zəif insanları Allahdan ayırır, küstürür. Mənim filan zərərim oldu, o günahkar xeyrə çatır. Mən də zərər edim, mən o Allah'a qəbul eləmirəm. Səbəblərini deyirəm. Beşincisi, ləcacət. Bəzi insanlar inatkardır. Möminun surəsi 75-ci ayda Allah buyurur, lələccü fi tuğyanihim ya'mahun. Öz inatkarlığında, azğınlıqlarında batıb qalır. İnatdır, quru inat. Öyle deyir vəssalam, inatdır. Allah bizi onlardan eləməsin. Altıncı, özün çox bilmiş çağırır. Hansı sahədən danışırsan, oradan danışır. Deyir, mənəm vəssalam. Elə bil, peyğəmbərlər, imamlar, bu boyda alimlər, hamısı qalıb bir tərəfə, təzə bir dənə üzr istəyirəm, deyəmirəm nədir, cümə moizəsidir, çıxıb alıb sosial şəbəkələr ağzına bir Elşad adında, elə deyir ki, bunlar Musa peyğəmbər dəryanı yarmayıb, ondan sonra İsa peyğəmbər quşa üfürüb, Quran möcüzələri inkar edir, deyir, bundan qabaq ki, elmlər hamısı yalanmış, mən hamısından aliməm, özün çox bilmiş hesab eləyir. Sonra yedincisi, səhv təhlillər. Təhlillər nədir? Dinin adını yazmaq. Bir dənə namaz qılan bir günah eləyir, götürür yazır, dindar belədir. Bir dənə molla səhv eləyir, mən özüm bura gələndə ilk gün yadınızda olsa demişəm, mən o adama haqqımı halal eləmərəm ki, məndən günahsızlıq gözləyir. Mən məsum deyiləm, günah eləməyəm. Məni
o kiçik günah, Allah böyük günahlardan qorusun. Kiçik günahları hamı, əgər bir dənə səhvimdə öz ruhanı siləcəksən, alimi siləcəksən, əqidin düzgün deyil. Günahsızlıq gözləmə. Bir müminin, müsəlmanın səhvin Allah, Peyğəmbər, imam adına yazma, din adına yazma, səni dinsizləşdirər. Sonra, əzlərim, bura qədər bəsdir, qaldı qalan bəhsimiz, yoraram sizi. Tövbə surəsində Allah təbarək və teala gözəlliklər buyurub, bura qədər dediyimiz bəsdir. Allah Rəsulu, Allah niyə görə dedim, qətiyyətlə çıxış elədi, bir də qaydıram o sözə, da bura qədər Peyğəmbər Həmzəni qurban verdi, Hənzələni qurban verdi, Yasiri qurban verdi, Süməyyəni qurban verdi, vətənindən didərgin oldu. Hər nəyin qurban verdi, artıq tükəndi. Bir yerdə dayandı və Allah qəzəblə çıxış elədi. Allah o 10 ayədə oxuyarsınız, görərsiniz. Allah böyle gəzin yer kürəsin. Allahı məğlub eləyə bilməyəcəksiniz. İndi hazırlaşın, Allah gör necə əzab göndərəcək. Bu günləri Allahla, Peyğəmbərlə, Əhl-i Beytlə, Quranla mübarizə eləyənlər Tövbə surəsinin ilk 10 ayəsini oxusun. Bir zaman Allah öz adətinə əməl eləyəcək inşallah, qaydacaq qəzəbi ilə çıxış eləyəcək və yer kürəsində öz hakimiyyətini bərpa eləyəcək. Allah İmam-ı Zaman əleyhissalamın zuhurunu təcil eləsin, bizi o zuhuru dərk eləməyə, o zuhuru başa düşməyə, o zuhura hazır olan bəndələrdən bizi qərar versin inşallah. Bismillahirrahmanirrahim. Vel asri innel insane lefî xusr illellezîne amenu ve amilu's salihati ve tevasav bil hakkı ve tevasav bis sabr. Sadakallahul aliyyul azim.